525-ci qəzetin 21 avqust tarixli sayında dərc olunacaq yazılardan biri İlqar Tağıyevin futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovla apardığı maraqlı müsahibədir. Müsahibədə Ayxan Abbasov futbolçu karyerasından, bu yolda qarşılaşdığı çətinliklərdən, əldə etdiyi uğurlardan və futbolda qazandığı təcrübədən danışır. O, Şəfa, Turan və Qarabağın karyerasında xüsusi yerindən, Qurban Qurbanovun məşqçi kimi formalaşmasına təsirindən, futbolçu karyerasından sonra məşqçilik yolunu seçməsindən söz açır. Məşqçi kimi çalışdığı Zirə, Sumqayıt, Turan və Şamaxıda qazandığı təcrübə, müxtəlif rəhbərliklərlə yaşadığı fikir ayrılıqları, az büdcə ilə qurduğu komandalar və gənc futbolçuların üzə çıxmasında göstərdiyi səylərdən də bəhs edir. O, işlədiyi bütün klublarda üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bildirir. Ayxan Abbasov milli komandaya gəlişindən, fəaliyyətindən və əsas millidə baş məşqçi kimi ilk addımlarından da bəhs edir. Futbolçu kimi bütün yaş qruplarında çıxış etsə də, əsas millidə oynaya bilməməsini xatırladan Ayxan Abbasov, bugün vaxtı ilə kənarda qaldığı milli komandanın baş məşqçisi olmasının həyatın maraqlı gərdişi olduğunu deyir. O, həmçinin Ukrayna və Fransa ilə keçirilən oyunlarla bağlı düşüncələrindən, futbolçulara olan inamından, məşqçilik prinsiplərindən və tapşırıqla futbolçu götürməkdən imtina etməsindən bəhs edib. Müsahibənin sonunda isə Ayxan Abbasov futbolçulara güvəndiyini, məşqçi kimi onlara daim dəstək olmağı vacib prinsiplərdən biri hesab etdiyini bildirib. Nigar Abbasova, 525-ci kanal.